Yaxın Şərqdəki gərgin vəziyyətlə əlaqədar bir sıra Avropa və Asiya ölkələri öz vətəndaşlarını İrandan geri çağırır və eyni şəkildə bu dəfəki addım isə Rusiyadan gəldi. Gündəm xəbərinin efirində 28 fevral tarixli və bir məlumatı diqqətinizə çatdırırıq. Belə ki, Rusiya səfirliyi İrandakı vətəndaşlarına növbəti xəbərdarlığı eləyib. Belə ki, diplomatik nümayəndəlik İranı tərk etmək üçün ən optimal marşrutlar kimi Azərbaycan və Ermənistan istiqamətlərini göstərib. Açıqlamada qeyd olunur ki, İranı Astara sərhəd keçid məntəqəsi vasitəsilə Azərbaycana keçərək tərk etmək mümkündür. Lakin bunun üçün əvvəlcədən Azərbaycan tərəfinin müvafiq icazəsinin alınması vacibdir. Alternativ marşrut kimi isə İran-Ermənistan sərhədində yerləşən Norduz-Aqarak keçid məntəqəsi göstərilir. Vətəndaşlara səfər zamanı diqqətli və ayıq-sayıq olmaları tövsiyə olunub. Bundan əvvəl də Rusiya Federasiyasının İrandakı səfirliyi öz vətəndaşlarına mümkün olduqda İranı tərk etməyi və növbəti xəbərdarlığa qədər bu ölkəyə səfərdən çəkinməyi, eləcə də təhlükəsizlik tədbirlərinə ciddi əməl etməyi tövsiyə etmişdi. Hazırda isə Azərbaycan istiqamətində Astara keçidi, Ermənistan tərəfdə isə Aqarak əsas çıxış yolları kimi göstərilməkdədir.